Bu günlərim sizlərlə çox dadlı bir şirniyyatla paylaşıram. O qədər dadlıdır. Bilmirəm piçeni deyim, bilmirəm bulka deyim. Dadı çox möhtəşəmdir. Kəsmikdən hazırlanır. Şahnaz xala sağ olsun. Bir reseptdə paylaşmışdı. Sobada pirajkilər çox dadlı. İndiyə nə qədər illərdir onu hazırlayıram. O sobada pirajkini Şahnaz xala mənə o resepti vermişdi. İllərdir hazırlayıram. İndi də sağ olsun. İftarda hazırlayıb göndərmişdi. Allah razı olsun. O qədər dadlıdır, o qədər sevdi evdə. Yeyib dadına baxdığım, ailəmin çox sevdiyi reseptlərlə sizinlə paylaşıram. Bu günləri də həmin o reseptlərdən biridir. Gedən ingredientlərdəki kəsmikdir, şəkərdir. Bu stakanlarla göstərirəm. Dəqiqliyi ilə, yenə həmişə olduğu kimi videonun aşağısında qramları ilə, milli ilə hamısını yazacağım. Stakan yarım undur. Burada kərə yağıdır. Sodadır, bir yumurtadır, ağlı sarılı. Bir ingredientləri əlavə edirəm. İlk növbədə tvaroqu, yəni kəsmiyi əlavə edirəm. Burada məndə 250 qramdır. Kəsmikdə ki, kilo ilə olandan alın. Lisavoy, üzərinə şəkər, bir stakan. Onun da üzərinə yumurta. Burada məndə 2 xörək qaşığı ərinmiş yağdır. Bunu tökəndən sonra əlimlə başlayacağım qatışdırmağa. Undakı stakan yarımdır. Ölçüləri bu stakanla göstərirəm ki, hamının evində olan stakandan rahat olsun. Onu əliyirəm. Yarısını da əlavə edirəm. Unu da elədim. Üzərinə 1 çay qaşığı soda əlavə edirəm. İlk qaşığını qatışdırıram. Sonra əlimlə yoğuracağım. Baxın, qatışdırdım. Xəmir belə olmalıdır. Bu şəkildə. Baxın, qaşıqda qalır. Yəni, quru, qatı, un daha çox tökmək lazım deyil. Belə kifayətdir. Bu şəkildə olmalıdır. Əlimizi yağlayırıq. İstəsiz duru yağla. Mən kərə yağı əritmişdim. Yəni, kərə yağı ilə əlimizi belə yağlayırıq. Belə. Toplar eləyirik. Baxın, belə-belə toplar hazırlayıram və düzürəm listə. Baxın, belə, bu şəkildə toplara elədim. Məsafə qoydum. Dediyim kimi, belə axır. Ona görə məsafə ilə. Belə balaca-balaca, yəni yumurta boyda toplar elədim. Aparım sobaya. 10-15 dəqiqə hazır olur. 180 dərəcədə. Hər kəs öz sobasına görə ayarlasın. Bişdi. Baxın, süper. Qəşəng. Ona görə deyirdim ki, sizə, baxın, məsafə saxlayın, bir-birlərinə yapışmasınlar. Bu da mənim milyonumdur. Heykəli. Özü yuxarıda istirahət edir, günəşə verir özünü. Piçenilərim hazır oldu. Abunə butonuna basmağı unutmayın. Abunə olun ki, yeni videolarımı paylaşanda ilk siz görəsiniz. Hər dəfə dediyim kimi, çox dadlı, maraqlı reseptlərdə sizinlə paylaşıram. Teşekkür edirəm. Çox dadlıdır. İlkdə də dediyim kimi çox möhtəşəmdir. Bir dəfə hazırlasanız tez-tez hazırlayacaqsınız. Yəni bunu hazırlayıb stola qoyanda yox olur. O qədər dadlıdır. Bunu özdə yeyəndə insan uşaqlığını xatırlayır. Uşaqlıq vaxtımızın, yəni 80-lərin, 90-ların o vaxtlar belə şirniyyatları olurdu. O qədər dadlı. Tvarojni. Yəni kəsmikli də. Yəni hazırlayıb yesəz o dadı tapacaqsınız. Biləcəksiniz nə deyirəm. İnşallah da hazırlayandan sonra çox istəyirəm ki, kommentlərdə yazasınız. Yəni dadına baxandan sonra istəyirəm ki, sizinlə də dadına baxım. Yəni dadını bilirəm. Sadəcə istəyirəm ki, siz də görəsiniz. Çaysız. Çox dadlıdır. Çox fərqlidir. Bütün yəni piçenilərdə. Mən bunu piçeni deyim. Şahnaz xala reseptlə mənlə paylaşanda buna kəsmikli buliçkaları idi. Mən indi bilmirəm, buliçka olsun, yəni çox dadlı şirniyyatdır, piçeni, fərq eləmir, dadı əsas superdir. Siz də hazırlan, çox sevəcəksiniz. Nuş olsun.